Dostlar, belə bir hərəkət məsələsi təqdim etmək istəyirəm. Deməli, birinci və ikinci maşın A-dan eyni istiqamətdə B-yə tərəf hərəkət edir. 5 saatdan sonra onların arasındakı məsafə 600 kilometr olacaqdır. Əgər bu maşınlar A və B-dən qarşı-qarşıya hərəkət etsələr, 8 saatdan sonra C nöqtəsində görüşəcəklər. Göründüyü kimi AC 3 dəfə CB-dən kiçikdir. AB məsafəsini tapın. Deməli, necə eləyərik? Aydındır ki, biz yazacağıq 5 saatdan sonra görüşəcəklər. 5 vuraq V2 minus V1 bərabərdir 600 və V2 çıxaq V1 bərabərdir 120. Digər tərəfdən, bir tərəfdən gəldikcə, buradan görünəndə baxanda görünür, fikirirsiniz ki, bunun sürəti 1 paydır, bu isə 3. Deməli, belə çıxır ki, V2 bərabərdir 3V1. Burada yerinə qoysaq, alacaq 3V1 çıxaq V1 bərabərdir 120. 2V1 bərabərdir 120. V1 bərabərdir 60. Aydındır ki, onda V2 də bizdə olacaqdır 60 vurur 3-ə 180. Biz sürətləri tapdıq. Aydındır ki, bu məsafəni tapmaq üçün nə edəcəyik? Sürətləri toplayacaq, vuracaq zamana. Yəni 180 üstə gəl 60 vuraq 8. Bu da eləyir 240 vuraq 8 bərabərdir. Fikir verin. Bərabərdir. Vursaq 0, 2, 3 yadda 1920. Düzgün variant C variantıdır. Sağ olun, gələn görüşlərə qədər.